Təşəkkürümüzü bildiririk. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. İstəyəcəm mikrofonu götürəsiniz. Dəyərli izləyicilərimiz, sabahınız xeyir. Və bizim günümüzü daha da belə gözəl, dinamik başlamanıza səbəb olan dəyərli xanəndəmiz Xəyalə xanım Abdullayevanın ifasında gözəl bir mahnı ilə günümüzə başladıq. Xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Sizlə həm sizi, həm qonaqlarımızı, həm efir qarşısında bizi izləyən dəyərli izləyicilərimizi salamlayıram. Günləri hər zaman uğurlu, xeyirli olsun, hər zaman xoş ovqatda olsunlar, hər zaman bütün sabahları musiqi ilə açılsın inşallah. Təşəkkürümüzü bildirim. Musiqi də ruhun qidasıdır. Onunla danışacağıq, irəliyən dəqiqələrdə danışacağıq. Əyləşməyinizi rica edəcəm sizdən Xəyalə xanım. Mövzularımız qaldığı yerdən davam edəcəm. O qonaqlarımı təqdim eləməzdən öncə qeyd eləmək istəyirəm ki, hər zaman olduğu kimi bugün də saatlarımız 10:00 göstərsə, bu deməkdir ki, MTV Azərbaycan televiziya kanalının ekranlarında səhərlərin ən maarifləndirici və ən rəngarəng proqramı olan Xoş Sabah mən Gülnar Səhliyarının təqdimatında bugün də sizlərin qarşısında canlı olaraq yayımlanırıq və qeyd eləmək istəyirəm ki, yaxın 2 saat ərzində həm artıq yaya necə hazırlaşa bilərik, həm sağlam həyat tərzinə necə qovuşa bilərik, bu haqda danışacağıq və sözsüz ki, ruhumuzu necə gözəlləşdirə bilərik. Bu haqda əhatəli müzakirələrimiz olacaq ki, elə sizlərin də günlərdən gördüyünüz üzrə qeyd eləmək istəyirəm ki, qonaqlarımız, dəyərli qonaqlarımız var ki, elə xanımlarımızla birlikdə, dəyərli izləyəcəyimiz nəinki xanımlar ilə bəylərə də xitab eləyəcək bugünkü proqramımızda. Çünki sağlamlığı təqdim eləməyə, sağlamlığı tərənnüm eləməyə çalışacaq ki, nutrisiolog, sağlam qidalanma mütəxəssisi Fidan xanım Sadıqova, xoş gəlmişsiniz. Sabahınız xeyir, sizin mikrofonunuz var yaxanızda. Salamlaşa bilərsiniz, sabahınız xeyir. Gününüz uğurlu olsun. Və qeyd eləmək istəyirəm ki, bir qonağımız da var ki, artıq onu hər birimiz çox gözəl tanıyırıq. Söhbət beynəlxalq enerji elmləri üzrə mütəxəssis təlimçi, numeroloqumuz, saat terapevti Aydan xanım Məhərrəmova. Xoş gəlmişsiniz. Salam, xoş gördük. Sabahınız xeyir, gününüz uğurlu olsun. Necəsiniz? Sağ olun, yaxşı. Siz necəsiniz? Yaxşı olun, çox sağ olun. Fidan xanım, siz necəsiniz? Yaxşı, çox sağ olun. Bugün əhatəli danışacağıq xanımlarla birlikdə və nə təsadüf ki, bizim bugün əl işi bölməmizin də özəl bir qonağı, gözəl bir xanımımız var ki, söhbət dekorçumuz Samirə xanım Məhərrəmovadan gedir. Keçid eləmək istəmirik Samirə xanımın gözəl əl işlərinin yanına. Həqiqətən bayaq elə bizim Xəyalə xanım mahnını səsləndirərkən baxıram bura ki, bu gözəldir. Deyirəm, yox, o daha gözəldir. Sonra deyirəm, yox, o daha gözəldir. Həqiqətən əl işləriniz bir-birindən gözəldir. İstəyəcəm mikrofonu götürəsiniz. Sabahınız xeyir. Gününüz uğurlu olsun. Çox uzağa getməyin, gəlin mənim yanıma, gəlin. Hə, bu gül çiçəyin içində birlikdə qəşəng salamlaşaq izləyicilərimizlə. Necəsiniz? Yaxşıyam, siz necəsiniz? Təşəkkürümüzü bildiririk, çox sağ olun. Samirə xanım, təbii ki, kifayət qədər izləyiciləriniz də sosial şəbəkədən var, yəni tanıyırlar, bilirlər, amma sizi tanımayanlar üçün özünüzlə, fəaliyyətinizlə bağlı istəyəcəm məlumat verəsiniz. Deməli, adım Samirə Məhərrəmovadır. Mən əsasən bu gül dekorları hazırlayıram. Mikrofonu daha yaxın tutaq, özümüzdə belə daha, ki o gül çöhrəmiz daha gözəl görünsün izləyicilər tərəfindən. Buyurun. Yəni, mən neçə müddət artıq məşğulsunuz? 2 ay olar mənim səhifəm təzə açılıbdır. Əslində özüm... Yolun ən başındasınız. Bəli. Və mənim kimi belə yeni başlayan səhifələrə, necə deyim, yeni başlayan səhifələrə. Yeni başlayan səhifələrə dəstək olduğunuz üçün sizə minnətdarlığımı bildirirəm. Həmçinin də dəvət elədiyiniz üçün də təşəkkür edirəm sizə və təşkilata heyətə. Çox təşəkkür edirik. Mənə çox maraqlıdır. Bax, ümumiyyətlə mən düşünürəm ki, bunlar hər biri təbii ki, əl əməyi, göz nurudur, amma bir də bir incəlik, bir özəl yanaşma tələb edir, düzdürmü? Yəni, məhz bu sahəyə marağınız hardan, necə yarandı? Yəni, əslində mən özüm müəlliməyəm, dərnək rəhbəriyəm. Respublika Uşaq Gənclik İnkişaf Mərkəzində dərnək rəhbəri vəzifəsində çalışıram. Yəni, buradan da müdiriyyətimizə, direktorumuz Firuzə xanım Sultanzadəyə və Tunzalə xanım şöbə müdürümüz başda olmaqla hamısına, bütün kollektivimizə salam göndərirəm. Bütün dərnək üzvlərinə. Bəli, dərnək üzvlərinə də həmçinin salam göndərirəm. Yəni, biz orada, mən dərnəyim ekologiya ilə bağlıdır. Uşaqların deməli, marağını cəlb eləmək üçün biz əsasən tullantıların təkrar istifadəsindən daha çox istifadə edirik. Butulka, ondan sonra işlənmiş kağızlar, kartonlar, bəli, plastik butulkalardan geri dönüşüm eləyirik də, belə deyək ki. Nə gözəl. Həmçinin çox gözəl təşəbbüsdə həqiqətən Samirə xanım. Əlbəttə ki, uşaqların marağına səbəb olur, yəni dərnəyə gəlirlər, əsas məsələ odur. Ondan sonra yəni düzəltməyə əslində lap uşaq vaxtından mənim həvəsim var düzəltməyə və sonra yəni deyirdim başqa nə işlə məşğul ola bilərəm, belə axtarışdaydım, belə deyək. Həmçinin Aydan xanım da sağ olsun mənim təvəllüdümdəki rəqəmləri hesablayıb, o barədə mənə məlumat vermişdi və mənə yön verib də, belə deyək. Bu arada ona təşəkkürümü bildirirəm Aydan xanıma. Və axtarırdım, bu xarici səhifələrdə daha çoxdur. Belə, yəni mən səhifəm açılan vaxtı belə axtarışlarımdan belə deyək ki, görmədim. Yəni ilk dəfə
dəfə mənim səhifəm idi, səhv eləmirəmsə. Azərbaycanda. Bəli. Aha, mən də bu tür işlər görməmişəm düzünə qalsa. Yəni açanda hələ yəni daha sonra yavaş-yavaş başlayır artmağa. Xarici səhifələrdə gördüm, marağıma səbəb oldu. Dedim, niyə də olmasın? Ondan sonra ləvazimatlarını aldım, düzəltməyə başladım. Gördüm ki, yaxşı alınır. Həmçinindəki, yəni ətrafımdakılar da bəyəndi. Daha sonra başladım səhifəmi açmağa, açdım və paylaşmağa başladım. Çox da bəyənildi. Xeyirli uğurlu olsun. Sifarişlərim də oldu, çox şükür. Bəs bu sahədəki hədəfiniz nədir, Səmirə xanım? Hədəfim İnşallah ki... Biz hələ yolun başındayıq, amma sözsüz ki, hər bir işdə olduğu kimi bu işdə də hədəfiniz var, məqsədləriniz var. Hədəfiniz mənə çox maraqlıdır, əgər sir deyilsə. Yəni, gül mağazinləri çoxdur, yəni təbii gül mağazinləri, amma belə gül mağazası yoxdur. Yoxdur. Yəni, inşallah ki, gələcəkdə belə bir mağaza açmaq istəyərəm. Əslində, məhsulların hər biri özəlliyi ilə fərqlənir və təkrarsızlığı ilə fərqlənir. Çünki bunların hər birini individual olaraq hazırlayırsınız, fərd olaraq hazırlayırsınız ki, istəyirəm sizdən soruşum, hazırladığınız məhsullar barədə əhatəli danışmanızı istəyəcəm. Daha çox tələbat hansı məhsulladır günümüzdə? Çünki mən orada bizim şanlı bayrağımızın rənglərindən olan gözəl bir, belə deyim, qələm qabını da görürəm. Çox gözəldir həqiqətən də. Günümüzdə ümumiyyətlə tələbat daha çox hansı məhsulladır? Əsasən, qaradaş qablardan bundan daha çox sifarişlərim olmuşdu. 8 mart ərəfəsində məktəblilər, yəni qızlar üçün sifariş vermişdilər. Çox gözəl icradır əslində. Bəli, sonra müəllimlərə belə bir buketlərimiz, həmçinin nərgizlərimizdən, yəni inci çiçəyimizdən, yəni evə qoymaq üçün, dekor olaraq evə qoymaq üçün, yəni sifariş eləyirlər. Çox da yüngüldür ya, deyim sizə. Bəli. Əsas odur ki, yəni qalıcıdır da. Ay, sağ olun. Belə deyək ki, bahalı güllərin, təbii güllərin əlbəttə ki, öz yeri var, öz gözəlliyi var, amma ki, bir müddətdən sonra onların hamısı solur. Amma ki, belə gülləri, yəni üstünlüyü ondadır ki, neçə illərlə qalır, həmçinindəki sizə sevdiklərimizi xatırladır, həmçinindəki gözəl xatirələri xatırladır. Bu arada bu əl işlərinin hər birini özəlliklə özünüz də adlarınızın baş hərflərini və yaxud da adlarınızı qeyd edə bilərsiniz. Yəni, bizim Səmirə xanım hər birini özəlliklə sizə özəl hazırlaya bilər. Çünki sifarişlər də qəbul edirsiniz, deyilmi? Bugün bizim izləyəcəyimiz üçün nə hazırlayacağıq? Elə canlı efirdə master klass keçəcəyik. Karandaş qabı da hazırlaya bilərəm. Daha sonra bir dənə də başqa bir dipçək gül, qramofon deyirlər. İndi bilmirəm, Azərbaycan dilində yalan deyirəm, adı nədir? Qramofona oxşayan bir dipçək var, onu da hazırlaya bilərəm. İndi başlayım. Başlayaq. Başlayım. Başlayaq. İnşallah ki, irəliyən dəqiqələrdə bizim rejissorumuz da göstərəcək bizim dəyərli Səmirə xanımın əl işlərini və mən də gələcəm. Sözsüz ki, həmin o gedişatı özüm təqib edəcəm. Çünki mənim də özümün çox böyük əl işlərinə marağım var. Amma bu bir istedad məsələsidir də. Mən düşünürəm ki, əl əməyi, göz nuru, bura bir səbir lazımdır, təmkin lazımdır, istedad lazımdır. Başqa nə lazımdır bu sahədə? Səbir. Mən elə düşünürəm, ən əsası səbir. Səbir ideya da lazımdır. İdeya, əlbəttə ki, fantaziya çox önəmlidir. Çünki hansı rəngin hansı ilə uyğunlaşması, daha sonra hansı qaba, hansı gülün yaraşması, yəni bunların hamısı fantaziya tələb edir. Əlbəttə, işiniz uğurlu olsun, gələcəm yanınıza, diləyir şahda, amma ona qədər isə qonaqlarımın yanına keçmək istəyirəm. Qonaq otağındakı qonaqlarıma suallarım kifayət qədər çoxdur. Artıq belə deyək də bayram həftəsini geridə qoyduq. Neynədik? Şəkər bura paxlava yedik, biraz da kökəldik. Hə, Fidan xanım? İndi artıq bizim sizə ehtiyacımız Mən izləyicilərin adından da danışacağım, öz adımızdan danışacağım. Bizim sizə ehtiyacımız var. Çünki dediyimiz kimi artıq bayramdan çıxmışıqsa, bu bayram tətilində müəyyən o şəkər, paxlava, karbohidratları qəbul eləmişiksə, bizim sizə ehtiyacımız var. Günümüzdə ümumiyyətlə diyet proqramını yanlış anlayırlar. Bəziləri elə bilirlər ki, diyet artıq heç də yeməməlisən, amma sağlam qidalanma anlayışı tamam başqa bir anlayışdır. Və sağlam qidalama deyəndə çoxları bunu çətin və bahalı bir proses kimi qəbul edir ki, çox bahalıdır sağlam qidalanma. Bu heç də belə deyil, düzdürmü? İstəyəcəm bunu daha əhatəli aşasınız və daha əhatəli məlumat verəsiniz ki, sağlam və balanslı qidalanmanı hər kəs üçün əlçatan eləmək mümkündürmü? Bəli, hər kəs üçün mümkündür. Çünki əslində olaraq heç də bahalı bir şey deyil. Yəni ki, insanlar sadəcə müxtəlif qidaları qəbul eləməlidirlər. Məsələ mərcimək və lobya. Çox zəngin proteinlə və liflə olan produktlardır, amma insanlar onu elə bil ki, недооценивают, то есть istifadə eləmirlər. Yəni ki, mağazinə getdiyiniz zaman bunu planlı şəkildə eləsəz, elə bilirəm ki, daha düzgün, daha planlı, daha düzgün produktları ala bilərsiniz. İyi qiymətə də qənaət edə bilərsiniz. Günümüzdə ümumiyyətlə ən arıq insandan belə soruşsaq, o da çəkisindən narazıdır. Hə, Aydan xanım? Aydan xanım arıqlamışsınız, daha da arıqlamışsınız keçən efirdən sonra.
Daha da sanki belə daha da gözəlləşmisiniz. Maşallah olsun. Xəyalə xanımı düzdür, biz efirimizdə ilk dəfədir görürük. İnşallah ki, danışacağıq. Sizin də qidalanma rejiminiz bizə çox maraqlıdır. Çünki səhnə ayrıca bir estetika tələb eləyir. Amma sizdən soruşmaq istəyirəm Fidan xanım. Hansı ki, günümüzdə arıqlama mövzusuna bağlı çox aktuallıq daşıyır. İstər sosial şəbəkələrdə, istər televiziya məkanlarında, istər YouTube platformasında, bütün platformalarda arıqlama ilə bağlı müəyyən texnikalar təklif olunur ki, bu mövzuda ən böyük səhvlər və yaxud da çəki atmaq istəyənlərə ilk tövsiyəniz hansılardır? Əslində insanlar başlayırlar çəki atmağa və yaxud da istəyirlər çəkilərini atsınlar və bu yolda çox yanlış bir qərarlar verirlər. Çünki hər kəs üçün eyni bir diyet yoxdur. Çünki biz hamımız fərqliyik, fərqli yaşam tərzimiz var, fərqli fiziki aktivliyimiz var. Bəli. Yəni bunlar hər kəs üçün eynidir. Məncə hər kəs buna individual yanaşmalıdır. Həm də ki mən çox qarşıyam bu marafonlara qarşı. Ora hamını yığırlar. Heç kəs yəni ki sadəcə bir marketinq olaraq kimi buna baxırlar və biz də öz sağlığımızı elə bil ki... Sizcə, bəs bax, elədiyimiz səhvlər hansılardır o marafonlara qoşulmaqdan başqa? Çünki çəki atmaqla bağlı nələri səhv edirik? Heç bir marafon və diyet faydalı olmur. Sadəcə bir müddətlik olur. Yəni ki, biz marafonda olaraq, diyetdə olaraq çəkimizi veririk, bəli. Amma sonra ondan da çox çəki alırıq və sağlamlığımızı da yəni ki, itirmiş oluruq, geridə qoyuruq. Mən düşünürəm ki, artıq bu dönəmlər daha çox arıqlamağa daha çox meyilləndiyimiz dönəmdir. Çünki artıq üst geyimlərimiz çıxır, daha nazik geyimlərə keçirik və həmin o kilolarımız daha bəlirtili olur. Və sizə müraciət edən pasientlərinizdə bunu müşahidə edirsiniz mövsümlə bağlı? Sanki mövsümlə bağlı daha çox arıqlamağa meyillənilir. Mövsümlə bağlı daha çox arıqlamağa insanlar meyillidir və yəni bu düzgün bir qərardır əslində. Çünki indi mövsümlü tərəvəzlər, meyvələr çıxacaq. Onlar da çox faydalı olur. Çox zəngin antioksidantlarla, vitaminlərlə, yəni tövsiyə edərdim. Yəni indi arıqlamağa başlayan insanları yeni ilə qədər yəni gözəlliyini saxlaya bilərlər. Aynen gözəl. Xəyalə xanım, necə edirsiniz bu formada qalmaq çoxmu çətindir bir səhnə xanımı kimi? Əslində mən deyim ki, sizə çox uzun illər məndə ümumiyyətlə heç çəki problemi olmamışdı. Son artıq demək olar ki, 4-5 il məndə çəki problemi yarandı. Bəlkə də yaşa görə? Yəni yaşımız artır, artıq yox, belə deyək. Yox, mən əsas onu nə ilə əlaqələndirdim? Mənim artıq çəki problemim yarandı pandemiya dövründə. Nə zaman ki, yəni efirə də çıxmadım, işləmədik, yəni belə deyək də qapanıb evdə qaldıq. Bişirib yeməkdən başqa belə deyək, ayrı bir məşğuliyyətimiz demək olar ki, təəssüf ki, olmadı. Yəni həmin dövrdə mən çəki almağa başladım və biraz artdı, azaldı, artdı, azaldı. Çox şükür ki, hal-hazır ki, belə deyək də görkəmimdən qismən məmnunam və bunu saxlamağa çalışacağam. Pandemiya dövründə ümumiyyətlə bilmirəm qan laxtalaması daha çox artırdı o Covid dönəmindən bağlı. Bilmirəm qapalı məkanlarda daha çox belə deyək də qalırdıq. Bu müəyyən məhdudiyyətlər var idi. Təbii ki, dediyiniz kimi karantin rejimi idi. Bilmirəm ondan dolayı həqiqətən də sanki pandemiya dönəmindən sonra daha çox kilo problemləri müşahidə olundu. Hə Fidan xanım, sizin təcrübəniz o bizimlə bağlıdır, o stresslə bağlıdır. Çünki stress bizim metabolizmamızı aşağı salır. Yəni ki, biz həmişəki kimi belə qidalansaq, stresslə bağlı metabolizmimiz aşağı düşdüyü zaman biz kilo ala bilirik. Ümumiyyətlə, hər şeyin başında stres dayanır. Stres, bəli. Aydan xanım daha gözəl bilər. Aydan xanım, ikinci dəfədir proqramımızın qonaqçısı axarıncı olsun, daimi olsun. Gəlin, gözümüzdə yeriniz var. Əslində, ilk efirdən sonra təəssüratınız mənə çox maraqlıdır. İlk efirdən sonra təəssüratlarınız necə oldu? Çox yaxşı oldu. Həqiqətən də ilk dəfə idi mən efirə çıxırdım. Yəni sizin efirə çıxdım. Yadınıza gəlirsə, onda da tərəddüd eləyirdim efirə çıxmağa, amma həqiqətən də çox xoş oldu mənim üçün də sizi tanımaq. Çox xoş oldu. Qarşılıqlıdır. Aydan xanım, istəyəcəm qeyd etdiyimiz kimi siz sosial şəbəkədə tanıyanlar kifayət qədər çoxdur. Numeroloji doğum xəritələrini sizə çizdirənlər də kifayət qədər çoxdur, çəkdirənlər də kifayət qədər çoxdur. İstəyəcəm özünüz və fəaliyyətinizlə bağlı izləyicilərimizə tanımayanlara bir məlumat verəsiniz. Məhrəmova Aydan, ailəliyəm, 3 övladım var. İlk təhsilim, ilk ixtisasım filoloq, ikinci təhsil olaraq hal-hazırda Bakı Dövlət Universitetində psixologiya oxuyuram. Və işim beynəlxalq enerji elmləri üzrə mütəxəssis, təlimçi, numeroloq və psixoterapistiyəm. Enerji elmləri dedikdə bura həm Theta Healing, Quantum, Access Bars, Reiki və s. kimi texnikalar daxildir.
Əslində bax qeyd etdiyiniz o satu terapiya, hansı ki mən satu taxtalarımızı görürəm deyilə istəyirəm satu terapiyamızdan danışaq. Satu terapiya son dövrlərdə sanki son illərdə daha çox populyarlaşan və bəzi insanlar tərəfindən mistik bir anlayış kimi qəbul olunan bir terapiya növüdür və çox da faydalı bir terapiya növü olduğunu qeyd edirlər, amma günümüzdə Satu yeni bir terapiya növü olduğu üçün doğru bilinən yanlışlar da çoxdur. İstəyirəm Satu terapiyasına bağlı və Satu taxtasına bağlı əhatəli nəzəri bilikləri çatdıraq izləyicilərə sadə dildə alma. Satu dünyanın ən qədim, ən güclü və anında nəticə verən terapiya növlərindən biridir. Satu ilk dəfə Hindistanda yaranıb tətbiq olunan bir növ alternativ müalicə üsuludur. Satu sözü Hindistanda yaşayan maddiyatdan uzaq mənəviyyatla dolu olan insanların adlarından götürübdür. Onlar meditasiya üçün Himalay dağlarına qalxarkən bu Satu taxtasını özləri ilə götürürdülər. Çünki onların yanında həmin anda nə həkim olurdu, nə şəfaatçı olurdu və onlar o kritik anlarda bu Satu lövhəsinin üzərinə çıxaraq özlərindəki o gərginliyi bunun üzərində olarkən atırdılar özlərindən. Çünki Satu həm bizim fiziki, həm bədənimizə təsir eləyir. Bəli, çünki onun üzərində durarkən insan rahatlayır, stres verir. Bax, bəzi Satu terapiyasının üzərinə hazırsınız, Satu terapiyasını tətbiq edəcəyik birazdan. Belə spontan bir mövzuya giriş eləyim ilk olaraq. Danışacağıq, tətbiq də eləyəcəyik, yoxlayacağıq. Eləmisiniz daha öncə Fidan xanım? Yox, xeyr. Siz bəs Xəyalə xanım? Olmayıb, xeyr. Samirə xanım bu mövzuda şanslı deyil, mən düşünürəm ki, artıq eləyib. O da qalxmayıb, qorxur. Qorxurlar. Bugün qorxularımızı qorxacaq bir şey yoxdur. İki variantı var, onları danışacağım. Danışacağıq, əhatəli danışacağıq, amma istəyəcəm sizdən soruşum. Bax, o Satu taxtasının üzərinə çıxarkən nə baş verir ki, bəziləri ağlayır, mən videolarda görmüşəm, sosial şəbəkə üzərindən. Bəziləri çıxmaq istəmir, bəziləri qorxur, bəziləri, belə deyək də, ayağını qoyur və tez ayağını çəkir, sanki onları incidirmiş kimi. Nə baş verir bu Satu terapiyasının üzərinə çıxanda nələr olur? Bizim ayağımızın altında 72 mindən çox sinir ucları var, sinir hüceyrələri. Və Satu'nun üzərinə çıxan zaman həmin o sinir hüceyrələri hamısına təsir eləyir. Siz təsəvvür edin ki, düz bizim başımıza qədər o enerji dalğası qalxır və bu anda biz bastırılmış duyğuları buraxır insan onun üzərində və orada elə insan var ki, ağlayaraq öz duyğularını buraxır. Elə insan olur ki, gülərək buraxır. Eləsi də olur ki, sadəcə səssizcə duraraq həmin o duyğuları buraxır. O zaman insanı bu individual olur. Yəni hər kəs fərqli olur. Reaksiya vermir. Bəs terapiyanın faydaları nələrdir orqanizmimiz üçün və ya şuurumuz üçün? Satu'nun saymaqla bitməyən faydaları vardır. Həm bu bizə emosional olaraq təsir eləyir, həm fiziki bədənimizə təsir eləyir, gərginliyi aradan qaldırır, stresi aradan qaldırır və bütün sinir hüceyrələri eyni anda aktivləşməyə başlayır və belə olduqda da terapiyanı da eləmək asan olur, çünki şuuraltına daha rahat şəkildə düşmək olur. Satu bastırılmış hisslərin hər birini açığa çıxarır və travmalarımızı şəfalandırır. Görək, bizim hansımızın nə kimi travmalarımız var? Xəyalə xanım, bəs bu taxta lövhəcilərə çıxmamışsınız, marağınız varmı bu cür terapiya növlərinə? Əslində mən elə siz bayaq Aydın xanımla danışanda mən çox yəni istədim belə deyim, müdaxilə eləmək istəmədim. Dedim ki, gözləyim, sonra fikrimi deyim. Aydın xanımın sahəsində mənim heç bir anlayışım olmasa belə, amma həmişə mənə maraqlı gəlib o il. Həmişə çox mənə maraqlı gəlib, qeyri-adi. Təbii ki, onu mənim sahəmə uyğun da deyil və evdə öyrəniləsi bir şey də deyil. Amma maraqlı gəlib həmişə. Satu terapiyasında müəyyən bir musiqilər tətbiq olunur, düzdürmü? O meditasiya musiqiləri deyilir. Mantralar olur, meditasiya olur, nəfəslə başlayırıq. Yəni hardasa bir saatdan çox çəkir. Çünki mən Satu'nu teta ilə eləyirəm. Satu'nun üzərinə çıxan zaman bir müddət sonra başlayıram teta ilə təmizlənmə. Teta texnikası ilə həm inanc dəyişimi olur, həm təmizlənmə olur, şuuraltı qorxuları təmizləmə və bu zaman nəfəs texnikalarından istifadə olunur, mantralardan, meditasiyalardan istifadə olunur. Satu lövhəcikləri yalnız ayaqdan mı icra olunur, yoxsa əl və yaxud digər orqanlarımızda istifadə olunur? Ayaqda da istifadə edə bilərik, əldə də. Çünki həm ayağımızın altında, həm əlimizdə sinir hüceyrələri var. Yəni hər ikisində də istifadə eləmək olar. Kimisi olur ki, ayaqla qalxmaq istəmir, əli ilə yoxlamaq istəyir. Bəs daha çox hansı problemlərin həllində faydalıdır bax bu Satu terapiyası? Satu əsasən elə insanlar olur ki, bastırır duyğularını. Hər birimizin uşaqlıqdan bəri
saysız hesabsız travmalarımız var, qorxularımız var. Amma bəzən biz bunları dilə gətirə bilmirik. Satxunun üzərinə çıxan zaman hansı ki o 72 mindən çox sinir hüceyrələri var və bu zaman eyni anda bütün sinir hüceyrələri aktivləşməyə başlayır və insan həmin o duyğuları boşaltmağa başlayır. Sanki bir növ insan özündə olmadan həmin o qorxuları bədəndə onun üzərində durarkən bədəndə ağrı başlayır. Bədəndə ağrı başlayarkən də orqanizm öz işini görməyə başlayır. Hardakı ağrı var, ora qan axını sürətlə axmağa başlayır və bu zamanda bütün sinir hüceyrələri aktivləşir və eyni anda həmin o travmalar da üzə çıxır. Daha rahat olur işləmək. Və hər kəsi fərqli reaksiya verir. Çox maraqlısı budur. Hətta deyəsən, saat lövhəcindən düşəndə irəli yoxsa geri, sağa sola düşməyimizin də bir mənaları var imiş. Bəli. Ona görə də satxu lövhəsinə çıxarmağı da terapist özü çıxarıb özü düşürtməlidir. Çünki əgər insan özü düşərsə, ayağın altında olan həmin o sinir hüceyrələri zədələnə bilər və bunun da sağalma müddəti 3-6 ay çəkir. Ona görə də terapist özü qaldırıb, özü düşürtməlidir. Onun da düşürtmə qaydası da var, qaldırma qaydası. Olubmu ki, uşaqlıqda kökəlməyə daha çox meyilli olan insanların uşaqlıq travmasını sizə o satxu terapiyasına yemişsiniz? Yəni, artıq çəki problemini satxu ilə yemək. Yəni, ona görə gələnlər olub, bəli. Ümumiyyətlə, bütün problemlərin səbəbi hamısı uşaqlıqla bağlıdır. Neçə yaşımız olursa olsun, kök orada tapılır, uşaqlıqda tapılır. Təməl uşaqlıqdan da olur. Bəli, kök səbəb orada tapılır. Odur ki, siz məncə Fidan xanımla əməkdaşlıq eləyəcəksiniz. Fidan xanım, çoxmu olur sizin pasiyentlərinizdə? Hansı ki, baxırsınız ki, hormonal pozuntuları yoxdur, hər hansı bir tibbi nöqteyi nəzərdən problemi yoxdur, amma yemək yeyəndə özünü daha xoşbəxt hiss edir də, bu stressə yönəmlidir və yaxud da yəni sırf psixoloji kökəlir. Bəli, elə deyərdim də elə insanlar daha çoxdur. Hamısı da psixoemosional состояниясına bağlıdır da. Əhvalına bağlıdır. Əhvalına bağlıdır, bəli. Elə insanlarla daha çətindir işləmək, amma yəni mümkündür. Yəni Aydan xanımla Aydan xanımla əl-ələ verib daha gözəl işlər görə bilərsiniz məncə indən sonra. O yeyən adamların çoxu duyğusal aclıq olur. Onu bastırmaq üçün yeyirlər. Həqiqətən də olur. Bəzi insanlar var ki, mənim özümdə də olub. Mən ümumiyyətlə bütün bu aldığım təlimləri ilk öncə seansına getmişəm. İlk öncə bu özlərinizi tətbiq edirsiniz. Bəli, seansa getmişəm. Ondan sonra çünki mən biraz realist insanam. Mən onun faydasını görmədən o təlimə gedə bilməzdim. İlk öncə terapiya seansını almışam və doğrudan da effektini görəndən sonra başladım təlimləri almağa. Bu yolda mənə ilk yön verən İlahi Adilov olub. Buradan ona öz təşəkkürümü bildirirəm. Həqiqətən İlahi xanımın mənim həyatıma o qədər gözəl belə deyim təsirləri oldu ki, tamamilə dəyişdi o insanı tanıyandan sonra mənim həyatım və elə onunla da başladım. O zaman əvvəl daha kök idi? Yox, kök deməyim, bilirsiniz necə? Mən bəzən olurdu ki, əsəbləşirdim, ya nəsə narahatçılıq problem olanda həmin onu yemək istəyirdim. Yemək elə bir qeyri-şüuri hiss eləmirsən də ki, acsan, prosta yeyirsən. Yeyəndən sonra rahatlama olurdu. Rahatlayırdım, amma üstündən bir 5 dəqiqə keçməmişdi, adam peşman olur ki, niyə yedi? Bu da duyğusal aclıq, bunu bastırmaq üçün yeyirik. Duyğusal aclıq problemi və yaxud da psixoloji aclıq problemi. Bu günümüzdə çoxlu dəyərli izləyicilərimiz əhatəli danışacağıq, bir çox mövzularla bağlı əhatəli həm maariflənəcəyik, həm də qonaqlarımızın sayəsində sizləri maarifləndirməyə çalışacağıq. Dəyərli izləyicimiz, odur ki, qısa fasiləmiz ərzində siz də çayınızı, suyunuzu, qəhvənizi təzəliyin, ekranlara daha yaxın ərişin, musiqili qonaqlarımızla birlikdə, elə mövzularımızla birlikdə qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edəcəyik. Qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edir dəyərli izləyicilərimiz. Bugün mən Səmirə xanımın yanında belə qəşəng əl işləri öyrənməyə çalışacağım. Səmirə xanım, əslində irəliyən dönəmlər üçün master klasslar verməyi düşünürsünüzmü? Əslində, mikrofonu unutmayın. Açıqdır, narahat olmayın. Əslində, yəni aprel ayında nəzərdə tutmuşam, yəni qeydiyyatda açıq elan eləmişəm. Yəni istəyənlər onlayn dərs olacaq. Həmçinin yəni tələbələrimə buna indi türklər şönül deyir. Bizdə nədir bu? Bizdə bilmirəm, düzü yalan deməyim adını. Mən yəni şönül gedir, bir də ki pip cleaner gedir səhv eləmirəmsə bu formada. Yəni bunların əsasən satışını belə deyək də çox adam bilmir hardadır. Yəni tələbələrim indi inşallah ki qeydiyyatdan keçənlər olsa, yəni tələbələrimə bunların həm keyfiyyətlisi var, yəni tükləri az olanı da var. Onlar keyfiyyətsiz olur da, bəli. Bu belə tükləri çox olanda
əl işləri daha qəşəng alınır. Çox gözəl görsənir həqiqətən. Daha qəşəng alınır. Onları hədiyyə verəcəksiniz tələbələrinizə? Tələbələrimə öyrədərəm. Öyrədərəm, özləri düzəldərlər. İnşallah ki, sevdiklərini hədiyyə eləyərlər. Mən nəyə qeyd eləmək istəyirəm? Baxın, məsələn, bu məhsul çox gözəldir, hə, məsələn. Amma bu məhsulun hər biri, bax, bu iplərdən hazırlanır. Yəni, düşünün ki, bunların hər biri hazırlanır və bu cür gözəl məhsullar ərsəyə gəlir. Burada ləkək hazırlayırsan, desən indi. Bunu hazırlamaq üçün, bunu belə eləyirsən. Hamısının özünə məxsus texnikası var, belə deyək, düzəltmə texnikası var və hərəsi belə deyək də individualdır. İndi bu gülümüz hansı güldür? Bu indi burada yoxdur. Bunu indi təzə hazırlayıram. İlk dəfədir sizin efirdə hazırlayıram bunu. Vəbşə hazırlamamışam indiyənə kimi. Xeyirli olsun. İnşallah ki, bəyənərsiniz. Yaxşı çıxar. Çox da qəşəngdir. Qabımız da buradadır. Qabda, yəni dipçək formasında eləyəcəm. Yəni qabın içinə eləyəcəm. İlk tələbəniz özüm oldum deyəsən. Çox da qəşəng alındı. Sizinki qədər də olmasa, çox da qəşəng alınacaq inşallah. Əslində asan bir şeydir. Ləkəyimizin biri. Bəli. Bəli. Bunu deməli nə edirsiniz? 2 hissəyə bölürsünüz normalda. Yəni bu gülün necədir? Yəni həm belə olur ləçəkləri, həm bu cür olur. Bu cür eləmək üçün onda çöpü 2 yerə bölürük. Yəni tüklü çöp deyirəm mən Azərbaycan dilində belə deyirəm. Ay sağ olun, bəli. Onu 2 hissəyə bölürük. Daha sonra istəyirsiniz mən sizə birini göstərim. Siz mikrofon tutun, mən sizin köməkliğinizlə bölüm. Orta hissədən bölürük. Bu formada. Daha sonra hərəsi dəmirdir. Bəli, nazik sim var içində və onu nə qədər necə istəsəz formaya sala bilirik. Deməli onu 2 hissəyə belə bu formada bükürük. Bükdük. Digərini də bükürük. Digərini də bükdük. Bu formada eləyəcəyik. Digərini də büküb bu hissədən keçirdəcəyik içindən. Belə formada. Yox, belə deyək də. İç-içə keçirsək. Bunu keçirdikdən sonra zəhmət olmasa, buradan belə vururuq. Sonra onları nəsə belə bir şey edirik. Gözə verin, mən tutum sizin mikrofonu, siz eləyin. Mən birini sizə göstərim. Çöp adam oxşadı. Deməli, bu formada bükürük. Daha sonra sıx eləmək lazımdır ki, burada boşluq qalmasın ki, qəşəng görsənsin ləçək. Bunu 2 yana bəli qatlayırıq. Daha sonra bunun aşağı hissəsini yəni bəziləri bu formada bükür, amma orada qalın olduğuna görə mən həmişə sapla eləyirəm. Sapla bağlayıram ki, incə olsun. Bu saplarla bağlayırsınız. Adi sapdır, yəni işlətdiyimiz, paltar tikdiyimiz sapdır. Belə adi hamımızın evdə istifadə. Əslində, həqiqətən də hal-hazırda mən düşünürəm ki, televiziyada düzgün təbliğat olmalıdır, bu bir mənalı. Biz bacardığımız qədər, istər elə MTV Azərbaycan televiziya kanalı olaraq, istər elə Xoş Sabah olaraq hər zaman bacardığımız qədər düzgün informasiyaları, düzgün özümüzün də düzgün deyib qəbul edildiyimiz, böyüklərdən öyrəndiyimiz düzgün təbliğatları istiqamətləndirməyə çalışırıq. Mikrofon üstünüz, zəhmət olsun Samirə xanım. Həqiqətən də elə insanlar var ki, siz mənim təsdiqləyirsiniz yəqin ki sözümü. Elə xanımlar, ələlxüsusda xanımların danışırıqsa, əgər xanımların çevrəsindəysə, elə xanımlar var ki, uşaq vaxtından bir təhsil almayıb və yaxud da ailə şəraitindən dolayı təhsil ala bilməyib, müəyyən sıxıntıları, müəyyən problemləri baş verib və hal-hazırda maddi sıxıntıları var. Və həmin o maddi sıxıntıları olan insanlar düşünürlər ki, mənim təhsilim yox, savadım yox, mən harada işləyə bilərəm, məni bu yaşdan sonra, məsələn, elə adam var ki, 40 yaşı var, 50 yaşı var, deyil, mənim indidən sonra, düzdür mü Aydan xanım? İndən sonra mənə kim işə götürə bilər? Bax, o cür düşünən insanlar, o cür, belə deyim də, təhsili olmayıb da, indidən sonra mən, çox üzr istəyirəm sözümə görə, mən, onlar axı da elə deyirlər, mən kimə lazımam, nəyə lazımam deyə düşünən insanlar varsa, əgər həqiqətən də cəmiyyətimiz üçün, özünüz üçün, ətrafınız üçün gözəlliklər yaratmaq istəyirsinizsə və ən əsası faydalı olmaq istəyirsinizsə, çünki bu bizim insan olaraq hələ vətəndaşlığı qoyduq bir kənara, insan olaraq bugün başımızı yastığa qoyanda gecə düşünmək ki, bugün biz kim üçün yararlı olduq, bugün biz cəmiyyət üçün nə edirik, ətrafımız üçün, ailəmiz üçün nə edirik deyib, həmin o suallarımızı özünüzə verməliyik. Ona görə dəyərli xanımlar, ələlxüsus üzünüzü tuta bilərsiniz Samirə xanımın master klasslarını və rahatlıqla bu cür gözəl əl işlərini A-dan Z-yə qədər hamısını Samirə xanım sizə öyrədəcək. Master klasslarımız onlayn şəkildə keçirilir deyə regionlardan da qatıla bilərsiniz, rayonlardan da, regionlardan, yəni paytaxtın özündən, Bakımızın özündən və digər bütün ucqar və dilbər güclərimizə qədər, ucqar kəndlərimizə qədər hər biriniz rahatlıqla öyrənə
öyrənə bilərsiniz və ya rahatlıqla bunları artıq hazırlayıb satışını da həyata keçirə bilərsiniz. Düzdürmü? Bir də qeyd edeyim ki, yəni bu şönillərin, yəni türk dilində deyək, Tüklü tüklü iplərin, yəni satışını çox adam yerini bilmir. Ona görə də belə deyək ki, qoşulan tələbələrimə əlbəttə ki, yəni həm münasib qiymətə və keyfiyyətlisinin hardan ala biləcəkləri barədə məlumat da verəcəm. Çox adam soruşur, amma ki belə deyək də məslək sırrıdır da. O da mənim məslək sırrı, bu bir iş sirridir. Bəli, iş sirridir. Yəni qoşulan olsa, siz bəs bax bu çəkinizlə bağlı nə edirsiniz? Belə gözəl qalmısınız? Nə edirsiniz? Nə yeyirsiniz? Nə mən içirsiniz? əsasən çörək yemirəm, belə deyək. Hə, qoruyursunuz da yəni. Hə, çörək yemirəm, belə deyək. Hə. Elə zaman var ki, amma çörək deyilsə kökəlmir də. Bir də mən formam bu formadadır. Yəni belə deyək də anam da arıqdır. Yəni genimiz belə deyək, genimiz arıqdır. Genləri elədir. Şəhilə xanım, valla siz belə daha gözəl. Rejissorumuz deyir ki, mənim kimi. Deyirəm, valla siz belə də gözəlsiniz. Dəyərli Şəlalə xanım. Bəli. Hə, ümumiyyətlə həqiqətən var elə xanımlar ki, bəxtəvər deyirəm mən onlara. Ki gecə 3-də düşbərə yeyirlər, xəngəl yeyirlər və kökəlmirlər, arıq qalırlar. Danışacağıq. Mən istəyirəm Fidan xanımın yanına keç dalam. Siz də yavaş-yavaş bu ləkəklərimizi belə işin gedişatını göstərək izləyicilərimizə. Fidan xanım, bax elə o metabolizm deyirlər də, maddələr mübadiləsindəndirmi, yoxsa nədəndir? Bir insan mətbəxin yanından keçir, kökəlir. Bir insanda, həmin o başqa bir xanım da gecə saat 3-də 4-də durur, buterbrod hazırlayır özü üçün, səndviç hazırlayır, xəngəl yeyir. Bizim milli mətbəxdə maşallah nə qədər gözəl nazlı yeməklər hamısını yeyir, kökəlmir. Bu nə ilə bağlıdır? Bəli, elə şey var. O bilirsiniz nədən asılıdır? O insan ki özünü çox çərçivəyə salır, onu yemir, bunu yemir. Допустим, məhdudlaşdırır da. Bəli. Elə insanlar var ki, deyir ki, mən düyü yemirəm, düyü məni kökəldir. Mən çörək yemirəm, çörək məni kökəldir. Xəngəl, düşbərə falan. Onu yemədikcə, yediyin zaman o səni kökəldir. Yəni o həmişə sənin rasionunda, sizin rasionunuzda olsa, yəni ki, orqanizm onu yeni bir şey kimi görüb saxlamır. O hər dəfə onu qəbul elədikcə o onu tanıyır, normallaşır və ondan qorxmur. Amma ki, tanımadıqca, yemədikcə, özünüzü çərçivədə saxladığınız zaman, onu qəbul elədiyiniz zaman orqanizminiz onu götürür, saxlayır və buraxmağa... Daha da depoluyur, pi kimi depoluyur. Depoluyur, bəli, pi kimi və buraxmaq da istəmir. Çünki bilmir bu nədir, təzə bir şeydir. Bunu hələ şeylə izuçat eləyəcək, baxacaq bunu, müzakirə eləyəcək. Hara, nəyə, nə üçün, nəyə lazımdır bu? Ən yaxşı aparan pi depolayım deyirlər orqanizmdəkilərə. Müəyyən o orqanizmimizin o vətəndaşları deyək də. Çünki həqiqətən də bəzi hallarda çox görürəm mən ətrafımda o cür situasiyalar və bəzi hallarda da bir məqamı vurğuluyum. Məsələn, hansı bir xanımlarla yoluşmuşuq, deyir ki, mən kateqorik heç nə yemirəm. Deyirəm, yoxsa bir dietik, yüngül bir qida yeyir, mən heç nə yemirəm, mən diyetdəyəm. Ümumiyyətlə, bu diyet proqramında kateqorik belə bir mənalı heç nə yeməmək nə qədər doğrudur? Yəni, bu sağlamlığımız üçün çox zərərli ola bilməz sizcə gələcək üçün? Əslində, bu heç doğru deyil. Heç də yeməmək. Heç yeməmək olmaz. Hətta heç nəyi rasiondan çıxartmaq olmaz. Deyirlər ki, çox insanlar şəkərdən dəhşətli dərəcədə qorxurlar. Mən şəkər istifadə eləmirəm, mən mürəbbə ilə çay içmirəm və yaxud da konfetlə çay içmirəm. Bu heç doğru bir şey deyil. Çünki bizim gündəlik rasionumuzda 10-15% rafinirованный saxır deyilərik bir şey. Rafinə olunmuş şəkər. Şəkər, yəni olmalıdır və bu bizə heç bir zərəri yoxdur da. Yəni bizi heç cürə kökəldə bilməz, bizi yəni hətta hardasa faydalı ola bilər. Çünki nastroyeniyamızı qaldırır, əhvalımızı yaxşılaşdırır, bəli. Yəni bu olmalıdır. Heç bir şeyi rasiondan çıxartmaq, yəni tövsiyə görmürəm. Amma həqiqətən elədir, düzdür. Bax, məndə də olub. Mən ümumiyyətlə çox iştahlı insanam, yəni yeməyi çox sevən insanam. Heç bilinmir. Yox, sevirəm yemək. Çox arıqlığına görə heç Fidan xanımın sözünə qüvvət. Mən sağlam qida ilə bir aya düz şəkillərim də hətta var idi, 11 kilo arıqlamışam. Heç bir idman eləmədən, yəni sadəcə sağlam qida ilə və orada belə deyim, olmaz yoxudur. Düzdür, şəkər, xurma, meyvə quruları falan yeyirdim. Ondan istifadə eləmirdim. Amma ki, həqiqətən sağlam qida ilə çox yaxşı formada bir aya 11 kiloqram və
saçım, dərim o qədər gözəlləşmişdi ki onda, heç olmayan kimi. Yəni sağlam qida... Yəqin siz ara-sıra Satuda taxtasının üzərinə çıxırdınız, tətbiq edirdiniz, hə? Ona görə daha sürətli çəki vermirsiniz, daha gözəl nəticə əldə eləmirsiniz. Bax, elə Satudan söz düşmüşkən, Satu terapiyasının digər terapiya növlərindən fərqi və üstünlükləri nələrdir və Satu terapiyası hər kəs üçün, hər yaş qrupu üçün keçərlidir? Yəni, hər hansı bir xəstəliyi olanlar, hər hansı bir yaş qrupunda və ya fobiyası olanlar, yəni istəyəcəm əhatəli məlumat verirsiniz, hər kəs üçün keçərlidirmi burada istifadə eləmək? Satxunun digər terapiya növlərindən fərqi ondadır ki, satxu anında nəticə verir. Bəzi şuuraltı terapiyalar var ki, bunları elədikdən sonra, yəni bir çoxu belədir ki, hardasa 21 gün sonra öz təsirini göstərir. Yəni zamanla göstərir şuur altındakı gedişatı. Amma satxunun digərlərindən fərqi ondadır ki, anında nəticə göstərir. Çünki bizim o ayağımızın altında olan 72 mindən artıq olan sinir hüceyrələri, yəni akupunktur nöqtələri anında aktivləşir. Bu da bütün bədənimizə təsir eləyir. Eyni anda enerji dalğası yaranır və bu bizim ruhumuza, fiziksel bədənimizə, psixologiyamıza çox yaxşı təsir göstərir. Satxuya kimlər çıxa bilməz? Belə deyim, məsləhət görülmür. Daha doğrusu deyim ki, kimlərə məsləhət görülmür. Güclü ürək xəstəliyi olan, yəni ağciyər xəstəliyi olan insanlara olmaz, şəkər xəstələrinin olmaz, infarkt keçirmiş insanlara olmaz, əməliyyat olunmuş, təzəlikdə əməliyyat olunmuş insanlara olmaz, 16 yaşdan balaca uşaqlara məsləhət görülmür, hamilələrə olmaz. Bəzi sonra sinir xəstələrinə, panik ataklara, bunlara məsləhət görülmür. Çünki onun üzərində sinir hüceyrələri aktivləşir, narahatçılıqlar ola bilər. Bax, bəzi hallarda qeyd olunur ki, bu nəinki bizi fiziki blokajlardan, hətta emosional blokajlardan da qoruyur bu Satu terapiyası, hansı ki, blokajlardan qaldırır. Keçmiş travmaları və qorxuları prosesdə necə üzə çıxarılır, necə çözülür, necə həll olunur? Deməli, bizim bastırdığımız duyğular ki var, Satunun üzərinə çıxan zaman bir müddət sonra başlayır bədəndə ağrı yaranmağa. Ağrı yaranarkən bastırdığımız duyğular, dilə gətirmədiyimiz hansı ki duyğular var, bunların hər birini dilə gətirərək həmin o travmalar şəfalanır və bastırılmış duyğular üzə çıxır. Yəni bu Satunun üzərində terapiya davam eləyir. Terapist tərəfindən təbii ki, mən tərəfdən davam olunur. Orada bastırılmış duyğu nədir, o aşkara çıxarılır. Kök səbəb nədir, o aşkara olunur və bunun üzərindən terapiyaya davam olunur. Bir məqama toxunmaq istəyirəm. Mismarlı taxtaların üzərində dayananda qeyd edildiğiniz kimi bəzi insanlar gülür, bəziləri ağlayır. Bax, bu həmin o andakı onun problemlərlə bağlıdır mı, yoxsa nə ilə bağlıdır? Bəli, amma elə adamda olur ki, ümumiyyətlə danışmaq istəmir. Sadəcə susur. Onda da ona dəymək lazımdır. Elə adam olur ki, sadəcə özünü belə qucaqlayır, səssizcə durur. O da o duyğularını o formada buraxır Satunun üzərinə. Eləsi də olur ağlayır, eləsi olur gülür. Bunu üzərinə çıxır ki, kim hansı reaksiyanı verir. Bir məqama toxunmaq istəyirəm. Biz bütün mövzuları əhatəli danışırıq, amma bizim dəyərli xanəndəmiz Xəyli xanım, istəyirəm sizdən soruşum. Bu 2025-ci ildə nə kimi yeniliklər var sənət sahənizdə? Ümumiyyətlə, nə işlərinizdə, nə yenilikləriniz var? Belə deyim, məni əsasən izləyicilərimiz, tamaşaçılarımız, məni ən çox Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 2005-ci ildə birinci muğam müsabiqəsindən xalqımıza azdan çoxdan mənim sənətim bəlli olubdur. Yəni, ali təhsilli, magistr təhsilli muğam ifaçısıyam, xanəndəyəm, 15 illik bir musiqi təhsilim var. Bu bir yana təbii ki, bundan əlavə də ki, hansı ki mənim bu qədər musiqi sahəsində təhsilim olduğu üçün məndə həm də belə bir qabiliyyət var ki, bir çox mahnıların söz və musiqi müəllifiyəm. Öz mahnılarımın əksəriyyətini elə belə deyək də, sizdə verilişdə ilk oxuduğum, açılışda oxuduğum o həmin o Ceyranın mahnısında sözləri də, musiqisi də mənə aiddir və bir çox saylı mahnılarım var ki, onlardan ifa etdiyim də var, ifa etmədiyim də var. 2025-ci ildə belə deyək də, ən son uğurumuz, ən son yeniliyimiz 2 mahnımız belə deyək hazırlanmaq üzrədir. Biri artıq tam hazırdır, klipi çəkiləcək, ondan sonra artıq izləyicilərimizin ixtiyarına veriləcəkdir. Bəli, o mahnının həm söz, adını deməyim ki, sürpriz qalsın. Çünki biraz adı qeyri-adi, ürəyə xoş gələn addır. Ola bilər ki, yəni qısa müddət ərzində o adından başqa mahnılar da yazıla bilər. Ona görə də ən yaxşısı mən mahnının adını deməyim.
İzləyicilərimizin ixtiyarına veriləndə təbii ki, görəcəkləri musiqinin sözləri də, belə deyək, mahnının sözləri və musiqisi mənə aiddir. Aranjmanı istedadlı, dəyərli musiqiçimiz və aranjmançımız Elnur Şamaxlıya aiddir və digər ikinci mahnımız da var ki, o artıq hələ hazırlanmayıbdır, o hazırlanmaq üzrədir. O da hazır olanda yenə izləyicilərimizin ixtiyarına veriləcəkdir və xanəndə kimi də fəaliyyətimi davam etdirirəm. O cümlədən izləyicilərimizə bəzilərinə məlumdur, bəzilərinə məlum deyil. Pedaqoji fəaliyyətlə də məşğulam. Muğam ifaçılığı sahəsində Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində dərs keçirəm. Və orada da bizim bir çox tələbələrimiz, şagirdlərimiz yetişir, müsabiqələrə hazırlaşır. İnşallah ki, hər biri də uğurlu olar. Eynən. Bir məqama toxunmaq istəyirəm. Sizin ifanızda sevilən bir xatirələr mahnısı var. O mahnı neçə illərin mahnısıdır artıq? Çox uzun illərin. Allah mərhum sənətkarımız Məmməd Barzadəyə rəhmət eləsin. Bəli, bir çox ifaçılarımız da onu ifa eləyibdilər ki, ondan sonra, amma belə deyək, hər birimizin yaddaşında... Sizin sanki səsinizin məlahətindən o mahnı fərqli bir formada sevildi. Ola bilər, nə deyim? Mən istəyəcəm o mahnını alaq sizdən növbəti mahnı olaraq. Gəlin səhnəyə, elə həmin o, mikrofonunuzu da götürün, gəlin elə, gəlin birlikdə. Məmməd Barzadəyə mərhum sənətkarımız, Allah qənin rəhmət eləsin, onun ifasında hər birimizin tanıdığı, sevdiyi gözəl xatirələr mahnısını xanəndəmiz Xəylə xanımın ifasında dinləyəcəyik, odur ki, səhnə sizin. Xatirələr
Təşəkkür edirik. Sağ olun, Ay, təşəkkürlər. apardınız bizi haralara. Ay Xəyalə xanım, təşəkkürümüzü bildiririk. Çox sağ olun, minnətdaram. Necə qərara gəldiniz bu mahnıya yeni nəfəs verməyə? Mənə çox maraqlıdır. Əslində çoxdan sevdiyim mahnı idi. Sizin ifanızda neçə illərdir var bu mahnı? Mənim ifamda təqribən 2 il falan olar. Hə. Çox ifa eləməmişəm. Mahnılarımız çoxdur deyə maşallah. Hər dəfə məsələn baxıram verilişlərdə fərqli çalışıram ki, olsun sırf eyni mahnını bütün verilişdə oxuyum. Elə bir fikrim olmur da. Adətən çalışıram ki, yəni izləyicilərimizin belə deyək, ruhu təzələnsin, qulağı təzələnsin. Deməsinlər ki, məsələn bəzən olur ki, mahnını çox sevirsən, bütün diqqətini yönəldirsən bu mahnının, bu ifanın üzərinə. Bəzən olur ifaçılarda belə bir fikir formalaşır ki, bundan başqa mahnısı yoxdur. O söz deyilməsin deyə sırf bu mahnını bütün efirlərdə bunu oxumuram. Fərqli ifalar. Bəli. Çox gözəldir həqiqətən. İfanızı daha da gözəldir. Təşəkkürümüzü bildiririk sizə. Ələşməyinizi rica eləyəcəm sizdən. Elə qidadan danışmışkən, orada bizim Samirə xanım daha doğrusu qəşəng belə əl işləri hazırlayırdı. Biz də belə o xatirələr mahnısının fonunda orada gözəl əl işlərinə baxdıq. Hə, Nicatın hər zaman kimi belə qeyri-adi kadrları var. Ver Nicat, ver kadrı, ver. Təşəkkür edirik. Çox gözəl kadrdır həqiqətən də. Dərin təşəkkürümüzü bildiririk. Həm bizim dəyərli operatorumuz Nicat bəyə, rejissorumuz Şəyalə xanıma və bu cür gözəl gülləri hazırlayan dəyərli dekorçumuz Samirə xanım, əliniz qolunuz var olsun. Çox gözəl görünür həqiqətən də. Bax, bizim ümumiyyətlə günümüzdə belə deyək də müəyyən, o tək həmişə hər birimizin ağlında xatirələr, gözəl xatirələr qalsın. Hər zaman, niyəsə bilmirəm, bu mahnılar bizi keçmişə aparır. Keçmişdə dinlədiyimiz, izlədiyimiz mahnılardır deyə həqiqətən də hər birimizə nostalji hisslər yaşadır. Hər zaman hər birimizin gözəl xatirələri canlansın, dəyərli izləyicilərimiz. Və xatirələrimizdə hər zaman formada olaq deyə zamanında düzgün qidalanmalıyıq. Odur ki, günümüzdə superfood kimi hesablanan, yəni mükəmməl qida kimi qəlbə verilən chia toxumu, kətan toxumu və yaxud da avokado, kinoya və s. bu kimi ingrediyentlər, məhsullar haqqında sizcə məlumat verəsiniz bizə. Mən soruşum sizdən ki, bu məhsullar həqiqətən möcüzəvidirmi, yoxsa bu da bir, belə deyək də, marketinq hiləsidirmi yoxsa? Axır illər superfood deyilərək çox inkişaf eləmiş bir məhsullar var. Həmçinin chia toxumu, avokado, meyvəsi, kinoa. Bunlar doğrudan da faydalıdır. Amma ki, yəni hər bir produktda superfood demək olar. Çünki hər birinin faydası çoxdur. Yəni bunlardan başqa olaraq. Lüboy bir meyvəni, avokado kimi və istənilən meyvəni götürsən, o qədər faydalı ola bilər. Amma yəni ki, hər dərdə dərman ola bilməz bu superfoodlar ki, chia toxumu və yaxud da avokado. Hətta yadımızdan çıxartmayaq ki, avokado belə çox kalorili bir meyvədir. Yəni onu da istifadə etdiyiniz zaman gərək miqdarını biləsən. Ümumiyyətlə, ideal qida rasionu necə olmalıdır? Yəni, hər kəs üçün ümumi bir qayda varmı ideal qida rasionu deyiləndə? Ümumi qayda necə ola bilər? Yəni ki, hər şey sizin qidanızda olmalıdır. Yəni, bilki, jiri, uqlevodu, karbohidrat, yağlar və zülal. Yəni, bunlar mütləqdir. Yəni, hətta onları bölsəz faizlərə, elə bil ki, günlük kalorinizi 30% zülal, 20% yağ və 50% karbohidrat olsa, özünüzü çox rahat, yüngül hesab edə və sağlam hiss edə bilərsiniz. Bəs evdə tez və asan hazırlaya biləcəyimiz yüngül qidalar, daha sağlam qidalar, bir resept kimi də belə deyim, daha hamının evində daha çox olan məhsullardan hansılardır? Salatlar. Hər bir salat, yəni ki, meyvəli salat ola bilər, tərəvəzli salat ola bilər, içinə lüboy bir paxlalı lobya və yaxud da əlavə edə bilərsiniz. Əlavə edə bilərsiniz, problem deyil. Çox da faydalı, tez və yüngül yemək ola bilər. Bir məqama da toxunmaq istəyirəm ki, ümumiyyətlə qidaların çoxsunda günümüzdə kimyəvi maddələr çoxdur. Gəlin real etiraf eləyək. Yəni bizim uşaqlıq dövrümüzdə bu qədər kimyəvi tərkibli məhsullar yox idi. İndi daha çox hər şey əlçatandır. Hətta adi elementar dolmanı belə bişirirlər, konservant eləyirlər. Əslində bir tərəfdən bu çox əlçatan bir məhsuldur. Çünki adi vaxtda hamımız onu qoyuruq isiticilərə və tez bir zamanda qəbul edirik. Bax, bu kimyəvi maddələrin çox olduğu bir dönəmdə, qidalarımızda kimyəvi maddələrin çox olduğu bir dönəmdə orqanizm təmiz salmaq və detoks eləmək üçün ən təsirli vasitə hansıdır? Əslində, bizim orqanizmimiz elə bir mexanizmdir ki, yəni ki, detoks eləməyə heç ehtiyac yoxdur. Çünki bizim ciyərimiz, bizim dərimiz belə
bütün detoksikasiya proseslərini böyrəyimiz aparır. Yəni ki, hər nə qəbul eləsək, orqanizm özü detoksikasiya prosesini aparır və ona heç bir kömək əslində lazım deyil. Hə, bəli, deyirlər ki, dəfətim, detoks şirələr istifadə edirlər 2-3 günü, 5 günü, 7 günü. Bunlar əslində çox zərərli ola bilər. Çünki insanların mədə xəstəlikləri ola bilər, onlara heç şirələr, yəni ki, tövsiyə etməzdim. Və yaxud da ki, bu şirələri qəbul elədiyiniz zaman başqa heç bir şey qəbul eləmirsiniz və heç bir vitamin, heç bir mineral sizin orqanizminizə, yəni ki, gələn bir yer yoxdur da. O sizi 1-2 günlük özünüzü yüngül hiss eləyə bilərsiniz. Amma qayıdırsınız həmənki həyat tərzinə və həmən şey davam eləyir. Yəni ki, onun əslində heç bir mənası yoxdur, çünki orqanizm özünü təmizləyir. Bir dənə tövsiyə edə bilərdim ki, bol su. Bəs axşam 6-7-dən sonra yemək yeməmək? Yox, elə şey yoxdur. Axşam 6-7-dən sonra yemək yemək lazımdır. Çünki ac yatmaq olmaz. Çünki ac qarnına yatanda səhər-səhərdə yata bilmirsən, ən önəmlisi. Yəni, yuxuya gedə bilmirsən, oyanırsan, nəsə xəyal edirsən, acırsan. Özümü də soyuducunun qarşısında görürsən. Bəli, və yaxud da düşünürsən, səhər-səhər duracam, filan şey pişirəcəm, onu yeyəcəm. Bunu o insanı çox narahat eləyir və RPP pozğunluğuna gətirib çıxarda bilir də, yəni ki, pişivoy rastroystva deyilən bir şeyə. Ona görə yatmamışdan qabaq, 2 saat qabaq, yəni yemək olar və lazımdır. O da zülalla tərəvəz olsa əla olar. Çünki yatmağımız da rahat olacaq, özümüzü də rahat hiss eləyəcək və hətta səhər-səhər durub tərəziyə baxanda, yəni orada mənfi görə bilərik. Azaldığını görəcəyik. Bir də bax, tərəzidə o azaldığını görmək üçün hər birimiz məlum məsələ ki, yaşa dolduqca, məsələn, 25, 30, 35, 40 daha yuxarı yaşlarda maddələr mübadiləsi deyil, metabolizmamız zəifləyir, maddələr mübadiləmiz zəifləyir. Bəs o metabolizmamızı və yaxud da Azərbaycanca desək, maddələr mübadiləmizi sürətləndirmək üçün asan və elə bir resept varmı ki, metabolizmamız sürətlənsin? Əslində, yaşımız artsa da. Yaşımız artsa da, yaşımız, yəni ki, orta yaşlarda belə olsaq, metabolizmanı sürətləndirici bir produkt, bir qida yoxdur. Yəni ki, çox yerdə deyirlər, filan şeyi qəbul eləyin, metabolizmanı sürətlənəcək. Filan şeyi qəbul eləyin, yəni sizə faydası olacaq. Elə bir şey yoxdur. Metabolizmanı sürətləndirən sadəcə idman və hərəkətdir. Sadəcə hərəkət. Yəni ki, yaşa dolduqca hərəkət eləmək, əzələ yığmaq çox önəmli bir şeydir. Yəni ki, əzələ olduqca metabolizma daha sürətlidir. Çünki əzələmiz olduğumuz zaman, biz yatdığımız zaman belə bizim metabolizma sürətlə işləyir. Ümumiyyətlə, günümüzdə fast foodlar, asan hazırlanan və yaxud yarım fabrikatlar bu sağlamlığa həm zərərdir qeyd olunur, həm də tez bir zamanda kökəlməmə səbəb olur da fast food qidalar. Bəs bu dediyimiz fast foodlar və yaxud yarım fabrikatları tamamilə həyatımızdan çıxartmalıyıq, yoxsa müəyyən bir məqamlarda da istifadə eləməliyik? Əslində, mən fast fooda qarşı deyiləm. Yəni ki, o da ki, necə qarşı deyiləm, hər bir insanın günlük kalorajı var. O fast foodu, o kaloraja sığışdırmaq üçün, yəni ki, onu mümkündür sığışdırmaq və onu istifadə elətdiyiniz zaman, yəni kökəlməmək mümkündür. Bəli, hər gün, günorta, axşam fast food istifadə elədiyiniz zaman çəki almaq mümkündür. Hətta ki, fast food əslində bir faydası olmayan bir yeməkdir də. Sadəcə enerji almaq üçün istifadə edirik və o da ki, yəni nə qədər istifadə eləyə bilərsiniz. Bir dəfə yemək olar, 2 dəfə. Hətta belə gün aşırı nəsə istifadə eləsəz, onun bir zərəri olmaz. Hazırsınız Fidan xanım? Hazıram, bəli. Hər şeyə hazırsınız. Necə xoşladım. Heç soruşmadım nəyə hazır, nə düşünürsünüz? Mən dolça. Mən də dolçayam. Ona görə hazırdır heç şey. Adətən şir bürcündən, qoç bürcündən o söz eşitməyə mən hazır idim. Dolçalar da pis deyil, dolçalar da belə çox. Bəli, çox belə iddialı olurlar. Mən istəyəcəm ki, bax sizdən elə soruşum. Orada 2 taxta görürük də, biz düzdürmü? 2 mismarlı lövhəcik görürük, 2 satu taxtası görürük. Hansını tətbiq eləməliyik? Yəni, hardan bilirik ki, biz məsələn, Fidan xanıma bu olmalıdır və ya Xəyalə xanıma bu tətbiq olunmalıdır? Bu başlanğıc səviyyə satqı lövhəsidir, bu isə orta səviyyə. Fərqi odur ki, bunun mismarları daha, belə deyim, balaca, burada biraz qalındır. Bunlar isə nazikdir.
Yəni bunun üzərində travmanı və yaxud o bastırılmış duyğuların üzə çıxmasına hardasa 1 dəqiqədən sonra, dəqiqə yarımdan sonra başlayırsa, bunun üzərində bu ortancıl səviyyənin üzərində isə daha tez olur. Hardasa bir 30 saniyə, 15 saniyədən sonra zaten başlayır o ağrılar şiddət. İlk öncə biraz zəif olur. 15 saniyədən sonra başlayır ağrı güclənir və bu zaman enerji mübadiləsi başlayır və bastırılmış duyğular üzə çıxmağa başlayır. Sadəcə odur ki, ümumiyyətlə Sadhu ilə tanış olmayan insan ilk dəfə ki, qorxur onun üzərinə qalxmağa. Ki, buradakı hər üç xanım qorxur. Səviyyənin üzərinə çıxması daha məsləhətdir ki, yəni qorxmasın. Seansa gələn insana göstərilir. Hansını istəyirsə onun üzərinə çıxır və məlumat verilir ki, bu daha az ağrı olur, belə deyim. Bunda isə bir balaca tətbiq edə bilirik. Bəli. Səs rejissorumuz da bizə təsdiq verirsə, necə təsdiq verirsə, bizim kanalımızın baş operatoru, baş degustatoru, baş operator da dedim. Sadəcə belə deyim, burada bu terapiya eləmək, yəni bu uzun bir şey olur. Sadəcə tanış olmaq üçün. Tanış olmaq üçün. Bəli. İstəyəcəm bax elə ki, elə ikiniz gələsiz səhnəmizə. Hansını istəyirsiniz? Başlanğıc. Amma ayaqyalın tətbiq olunmalıdır, səhv eləmirəmsə. Ona görə elə biz siz orada eləşin, ayaqqabılarınızı çıxardın, zəhmət olmasa. Verin mən sizə kömək edeyim. Bizim dəyərli səs rejissorumuz Zemfira xanım. Oradan gözəl göyçək mahnılardan verin, zəhmət olmasa. Canlı efirdə növbəti bir ilkə imza atırıq. Növbəti bir maraqlı məqamlara toxunuruq. Bizim dəyərli nutrisioloqumuz Fidan xanım. Deməli, İlk dəfə tətbiq edəcək. Ata tərəfidir, yəni bizim hərəkətimiz, gücümüz. Sol isə ana tərəfdir, dişil enerji tərəfdir. O da təslimiyyətimiz deməkdir. Sadhunun üzərinə çıxarkən nəfəs alırsınız, nəfəsi verərkən ayaqlarınızı qoyacaqsınız bura. Sadəcə hansı tərəfdən güc alırsınızsa o ayağına qalxa bilərsiniz. Yapışırsınız qolumdan, siz mənim yaxına gəlin, nəfəs alın, verərkən qalxın üzərinə. İndi məni buraxın, rahat durun. Nə hiss edirsiniz özünüzə? Yaxşı. Bunun üzərində hardasa 1 dəqiqə yarımdan sonra ağrı başlayır. Amma o birinin üzərindən qalxanda, indi bir nəfərdə onun üzərində yoxlayaraq, orada daha tez başlayır. Hardasa 15 saniyə sonra başlayır. Burada 1 dəqiqə yarımdan sonra yavaş-yavaş ağrı açmağa başlayır. Nə hiss elədiyi, yəni dilə gətirsin məncə. Aha, nə hiss edirsiniz? Amma göz yumulu olmalıdır da. Gözünüzü yumursunuz. Necə hiss edirsiniz özünüzü? Elə bilirəm bütün ağırlıq oradadır. Gözünüzü yumun Fidan xanım. Gözünüzü yumun. Necə hiss elətdirir sizə? Ağrı hiss eləyirəm. Bütün fikrim elə o ağrıdadır. Ağrını əsasən bədəninizin hansı hissəsində hiss edirsiniz? Ayağımda elə. Bəs Sağ yoxsa sol ayaq? hansı tərəfdə? Sol tərəfdə. Ana ilə bağlı ilk dəfə nə yadınıza düşür sizi incidən və yaxud ana ilə bağlı nə xatırlayırsınız bu dəqiqə? Əslində anamla Nə gəlir ana heç ilə nə bağlı? məni incitmir. Ana ilə bağlı nə xatırlanır bu an sizə? Uşaqlığa gedin, biraz daha dərinlərə. Dərindən nəfəs alıb verin. Ola bilər bölüşmək istəmədiyiniz bir şey olsa, problem Təbii ki. Yox, elə bir şey yadıma Təbii düşmür. ki. Bu ağrı olsaydı, bu ağrı insan İndi olsaydı. ağrıyır. Hə, indi başlayacaqsınız. Ağrı insan olsaydı kim olardı? Həmin İnsan ağrı. olsaydı. Gözünüzü yumun. Mən elə bir ortamda yaşayıram ki, yəni məni incidən ətrafda heç kəs yoxdur. Bəs Ona nə görə xatırladır? Harda ağırlıq hiss edirsiniz bu dəqiqə? ağırlıq bilirsiniz necə? Özümlə bağlı sadəcə. Nə gəlir? Gülnar xanım, rus dilində deyim, Deyin. sindrom упущенной возможности. Özümü elə hiss edirəm ki, elə bil ki, daha çox bir şeylər eləyə bilərdim, amma Öz-özündən qane deyil. Ən pis Bəli. Daha çox şeylər eləsəz ən pis nə olar? necə? Daha çox şeylər eləsəz özünüzlə bağlı ən pis nə olar? Nədir sizi qorxudur? Pis. Mən sadəcə bu itirdiyim zamana elə bil ki, məni bu narahat eləyir. Yəni daha yaxşı nələrsə eləyə bilər. Eləyə Amma bəli. elə ona görə deyirəm, daha yaxşı nələrsə eləsəz. Nədir orada sizi qorxudan? Ən pis nə olar? Qorxudan heç nə qorxmur Zaten əslində. Belə hesab eləyin ki, eləmisiniz istədiklərinizin hamısını. Orada sizi qorxudan nədir? Tam ora düşün. İstədiklərinizin hamısı əldə eləmisiniz.
sadəcə mənim qorxu olaraq, yəni ki, ailəmdən kimisə itirməyə qorxuram, uşaqlarım. Uşaqlar? Bəs Sizin adlarınız da var, maşallah. Deyərsiniz ki, bu bir gözəldir. kimi xatırlayırsınız? Maşallah, kimi xatırlayırsınız övladını itirən? Övladını itirən Kimi tanıyırsınız? nənəm. Nənənizin adını deyin. Solmaz. Nənəli sizin aranızda ruhsal şəfalanma olmasına icazə verirsiniz. Nənəni gətirin gözünüzün qarşısına. Ürəyinizdə ona nə demək istəyirsə deyin. Nəsə baş verir burada. Ürəyinizdən nə gəlirsə onları nənəyə deyin. Və nənədən sizə keçən bütün neqativlər, qorxular, nələr varsa, hər birinin yaradan tərəfindən sizdən çəkir, sanki uzaqlaşdırır. Və nənə ilə aranızda olan o neqativ bağların kəsildiyini təsəvvürünüzdə canlandırın. Və nənəyə deyin, səni sevgi ilə özümdən sərbəst buraxıram. Hazır olduqda gözünüzü açın. İlk bir dəqiqə mən ayağımı qoymalıyam bura. Arxaya. Birinci birini. Tamam. Çok sağ olun. Sağ olun. Şəfa olsun. Can, hər şey qəşəng, hər şey daha da qəşəng olacaq. Ay, özüm elədim, elə. Siz gülün, sizin evladınız da var ama. Maşallah. Qızım. Mənim 3 dənə balam var. Ciddisiz, maşallah. Nutrisiq olmağın avantajları. Həm formada qalır, mən sizi ciddi deyirəm, mən sizi ilk dəfə görürəm də. Mən sizi subay qız bilirdim, tam səmimi deyirəm. Yəni, heç deməksəz, yəni bilməzdim. Allah saxlasın balalarınızı, gözdə olsun görəsiz. Çox sağ olun. Sağ olun. Amma pis olmayın heç vaxt, qəşəng olun. Bütün o negativləri qırdıq ən əsas. Olmalıdır. Hə, Mən elə bilirəm ki, tam rahatladım. gəl görüm yanımıza, gəlin. 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 Bu elə olur. Çünki mən özüm. Gəlin yanıma. Orada da yox. Sizdən Hə, canlı efirimiz qaldığı yerdən davam Bir şey edir. deyə bilərəm. Ay can, deyin, nə danışdılar bu zalında? Hə. Xanım bir şey dedi. Biraz duygusal, inşallah ki duyğulanmaram. Mən illərlə, hardasa 2 ilə yaxın bu qorxu üzərində işləmişəm. Oğlumu itirmə qorxum var idi və o hal-hazırda İstanbuldadır, futbolçudur, orada yaşayır. Sağ olun, Allah sizin də balalar saxlasın. Get-gedə bu qorxu məndə daha da şiddətləndi və mən bütün bu seanslarda onun üzərində işlədim. Və hardan gəlmişdi mənə? Nənədən. Nənə də oğlunu, mənim dayılarım rəhmətə gedib. İndi gördünüz, burada Fidan xanım dedi ki, nənə, biz burada güzgüləmə oldu. Məndə də o qorxuydu ki, övladı itirmə qorxusuydu. Mən də onu nənədə görmüşdüm ilk dəfə ki, daimi itirəndə nənə nələr yaşamışdı o acını. Bax, eyni güzgüləmə oldu indi burada xanımla. Ay, Allah heç bir kəsə, heç bir valideyni övladdan sınamasın. Sizi də onda yoxlayaq. Yəni, qorxmayın, elə bir qorxulu bir şey Gəlin olmur. görüm, Xəyalə xanım. İncitməyin bizim Xəyalə xanım. Gəl yanıma, gəl. Gəlin görüm. Yox, incitməyəcək. İstədiyi vaxt düşə bilər. Yox, istədiyi vaxt düşə Qəşəng bilər. ağlamaqdır, o qəşəng ağlamaqdır. Hə, hələ qəşəng ağlamaqdır o. Hə, deməli, bunları çəkir ekrana. Əllə rahat olmayacaq burada. Siz istəyəcəm orada ayaqqabılarınızı çıxardasınız ki, görək siz bəs. Sizin qorxularınız nədir bəs? Aha, mən bunları götürüm. Deməli, Xəyala xanım. İncitməz çoxdur. Sağ tərəf ata tərəf, hərəkətimiz, gücümüz, sol tərəf ana tərəf, təslimiyyətimiz. Gücü hardan alırsınızsa, onu o ayağına qalxırsınız satqının üzərinə. Sol tərəf ana tərəf. Bəli, dişil tərəfimiz, sağ tərəf, eril tərəf, ata tərəfimizdir. Deməli, yapışırsınız qolunu, mən qaldıracağam, mən də düşürdəcəm. Nə vaxt düşmək istəsəz, deyərsiniz, kömək eləyərəm. Sadəcə tanış alırsınız da buna, yəni terapiya sayılmır. Yapışın, belə yapışın mənə. Qalxın. Tamam. Dərindən nəfəs alıb verin. İndi özünüzü tutun. Özünüzü qucaqlayın. Necə hiss edirsiniz özünüzü? Sadəcə özünüzə odaqlanın. Dərindən nəfəs alıb verin. Bədəninizi hiss eləyin.
Hansı tərəfdədir ağrı? Hər iki ayaqda Gözünüzü yumun. taban hissədə. Ən çox hansı tərəfdə? Sağ yoxsa sol? Var, hər ikisində də var. Seçə bilmirəm. Dərindən nəfəs alıb verin. Daha çox hansında hiss edirsiniz ağrını? Daha çox sağda. Ata ilə bağlı nəyi xatırladır bu sizə? Adam rəhmətə gedib. Allah rəhmət eləsin. Çox sağ ol. Ata ilə bağlı bu sualı verdikdə nə gəldi gözünüzün önünə? Nə xatırladınız? Bilmirəm ki. Nəyi xatırlatdı bu sizə bu ağrı ata ilə? Hı? Tamam. Atanızın adı? Gül verdi. İcazə verirsə ata ilə ruhsal şəfalanma olmasına. Necə? İcazə verirsiniz atanızla sizin aranızda ruhsal şəfalanma olmasına. Atanıza nə demək istəyirsiniz deyin. Onu sevgi ilə sərbəst buraxın. Ürəyinizdə nə qalıbsa, ona nə demək istəmirsinizsə, hamısını deyin ataya. Onu sevgi ilə sərbəst buraxın. Düzdür. Hazır olduqda gözünüzü açın. Hazır olanda düşə bilərsiniz, kömək eləyin. Təsəvvürünüzdə canlandırın. Onu sevgi ilə sərbəst buraxın. Aranızda nə negativ bağlar varsa hamısının kəsildiyini canlandırın. Bir dəqiqə mən düşürdəcəm. Yapışırsınız mənlə. Fərq var hansı ayaqla düşün? Hansı ilə ürəyiniz istəyir? Sadəcə arxaya atırsınız ayağınızı. Düşürsünüz. Şəfa olsun inşallah. Yaxşı. Şəfa olsun. Şəfa olsun Ciddi? inşallah. Ağlatma dedim amma ağlatdınız da. Can, əsas ki yüngülləşdiniz. Yüngülləşmə hissi. Nə hiss elədiniz? Dərin yüngülləşmə hissi. Həmişə yüngülləşin, həmişə gözəl Çox gözəl. əslində çox Təşəkkür dərin edirəm. bir terapiyadır Sadıq. O qədər dərinlərə Canlı efir aparır. sadəcə məhdud bir neçə Bu saniyə, bir neçə demo dəqiqə. variant sayılır. Çox az. Çünki elə şeylər var, burada Danışa deyil. bilmirik əlbəttə. Düzdür. Gözəl, Mənim də düzdür. vermək istədiyim suallar var. O düzgün deyil də burada. Düzdür, Çünki bu düzdür. fərdi seansdır. Bəli. Gələn insan olur. Bir cümlə. Təşəkkürlər. Bəli, bir də təşəkkür edirik Şəfa sizə. olsun Nə inşallah. düşünürsüz? Nə düşünürsüz? Orada Samirə xanım var. Nə düşünürsüz? Samirə xanım. Samirə xanım gəl. Samirə xanım gəlin Gəl, zəhmət olmasa yoxla. sonda siz qalmısınız. Fürsətdir. Əlbəttə. Yox, hə, bu Gəl. sizin mikrofonunuz ordadır. Zəhmət olmasa əyləşməyə rica eləyəcəm. Sonda bir də Samirə xanımla o seansı kiçik də olsa tətbiq eləyək. Görək Samirə xanımın bəs Günar xanım, Hə. Samirə xanım hələ qorxusundan çıxmamışdı. Bu da bir ilk. bir canlı efirdə milyonların qarşısında bir ilk. Bir ilk. Sağ tərəf ata tərəf, sol tərəf ana tərəfin, sağ gücümüz, hərəkətimiz, sol təslimiyyət. Hardan güc alırsansa, nəfəs alırsan, nəfəsi verərkən satığın üzərinə çıxırsan. Qoluna yapış. Hə, nəfəs al, verərkən çıx üzərinə. Ay, sağ ol. Dərindən nəfəs al, ver. Yox, ağlatmıram. Özümü belə dur, rahat. Birinci özünü fikrini ver bədəninə, daxilən, dərindən nəfəs al, ver. Necə hiss edirsən özünü? Gözünü yum. Hansı tərəfdə daha çox? Nasıl bilirsən? Hansı tərəfdə? Sağ. Sağ. Atanla bağlı nə xatırladır bu sənə bu ağrı? Yox, gözünüzü yumun. Çıxalıq eləmin. Danışmaq Demək istədiyiniz bir şey varsa danışma. deməyin, Hə, sadəcə gözünün qarşısına gətir. Nə demək istəyirsən de, hazır olanda. Ata-ilə aranda ruhsal şəfalanma olmasına icazə versən.
olsun. Dənə düşürdüm. Göstər. Hansını istəyirsən? Şəfa olsun. Şəfa olsun. Hamımız, qızlarımızın hamısı görədi bugün. Bütün hissləri yaşadığı bugünkü efirdə necə hiss Həm edirsiniz? gülürük, həm Necə hiss edirsiniz? Daha yüngülləşdi. Sonra yüngülləşdirdi. Gülən olmadı. Əslində elə adam olur ha, doğrudan da gülə bilir bunun üzərində, amma olmadı. Yox, əsl odur ki, Ağlamaq da yaxşıdır. O bastırdığımız duyğuları ötürürük biz. Çünki o qədər olur ki, saxlayırıq içəridə və danışa bilmirik, düyünləri boğazımızda. Xəstəliklərin özü də onlardır. Orqanlar bilirik, hamımız xəstə olmur. O daxildə saxladığımız hansı ki duyğular var deyə bilmirik, özümüzü ifadə eləyə bilmirik. Ondan sonra da onlar bir xəstəlik olaraq özünü göstərir bizə bədəndə. Çox təşəkkür edirik hər birinizə. Götürək bunu. Aha. Buyurun Aydan xanım, çox dərin təşəkkür edirik sizə. Mən təşəkkür edirəm. Bugün qəşəng efir. Yavaş-yavaş yekunlaşmağa doğru gedirik. Bunlar oturdu üst-üstə. Hazır, bu qalsın. Çox uzağa getməsin. Bu qalsın mənim yanımda. Verilişimizi yavaş-yavaş sonlara doğru çatırıq. Bu arada elə şəfalanmadan danışırıqsa əgər, inşallah 20 aprel tarixində dəyərli Aydan xanımın təşkilatçılığı ilə son olaraq istəyəcəm bu haqda danışasınız, dəyərli Aydan xanım. Sizin təşkilatçılığınızla Türkiyədən, qardaş ölkə Türkiyədən təşrif buyurmuş bir dəyərli şəfacımız gələcək Azərbaycana və 20 aprel tarixində seminar təşkil edəcəksiniz. Bu seminarla bağlı istəyəcəm sonda qısa olaraq məlumat verək izləyicilərimizə. Spiritual Life School və Bilişsel Akademinin qurucusu astrolog doktor Emina Aktunç gələcək Azərbaycana ilk dəfə və Şifacı Sənsin adlı bir seminarla qarşımıza çıxacaq. Orada seminarda yalnız qadınlar iştirak edəcək və orada bu seminar sırf xəstəliklərin duyğusal səbəbi nədən olur, niyə insanlar xəstə olur, xəstəliklər nədən yaranır bu danışacaq və hal-hazırda insanların maraq dairəsində olan suallar nələr var, onlar cavablandırılacaq və ən əsası hər birimizin daxilində olan o fərqində olmadığımız güc var ki, yaradan insanları yaradarkən heç kimi seçmir bir-birindən. Hər birimizin daxilində o güc var. Amma bəzən olur ki, o gücün fərqində olmuruq. Həmin o gücün öz daxilimizdə olan gücün fərqində olmağını həmin seminarda insanlara danışacaq, onu tanıdacaq və həqiqətən də çox möhtəşəm bir seminar olacaq inşallah. İnşallah. Qeydiyyatlar üçün nə, hansı şərtlər lazımdır? Qeydiyyatlar səhifədə var. Hər kəs iştirak edə bilər mi bu tədbirdə? Bəli, var. Orada paylaşılıbdır. 20 aprel 12-də başlayacaq, saat 3-də qutaracaq. 3 saat olur, Hilton'da olacaq inşallah. Qalan hər şey də var, səhifədə paylaşılıb. Dəyərli izləyəcəyimiz 20 aprel tarixində həftənin bazar gününə düşür. Yəni hər kəsin evdə olduğu vaxtda rahat-rahat hər biriniz qatıla bilərsiniz və şəfalanmaq istəyirsinizsə, gözəl enerjinin daha da gözəl olmasını və içinizdəki o basdırılmış duyğuların ortaya çıxması və ən əsası o içinizdəki gücün ortaya çıxmağını istəyirsinizsə, rahatlıqla Aydan xanımın səhifəsinə keçid ala bilərsiniz. Nömrələrlə əlaqə saxlaya bilərsiniz və 20 aprel tarixindəki seminara qatıla bilərsiniz. Yalnız xanımlar qatıla bilər bu seminara bu arada. Və istəyəcəm sonda Fidan xanım sizdən son olaraq fikirlərinizi alaq, sonda izləyicilərimizə, bəylərə, xanımlara, insanlara sağlam qidalanma ilə bağlı, sağlam həyat tərzi ilə bağlı nələri vurğulayardınız, tövsiyələrinizi istəyəcəyik? Sağlam həyat, yəni mümkün olmalı qədər stresi aşağı salmaq, yediyiniz hər bir qidadan zövq almaq, bol-bol hərəkət eləmək. Bol-bol hərəkət edin, bol-bol su için, bol-bol hərəkət edin və ən əsası qəlbinizi və beyninizi gözəl saxlayın. Sizə negativ təsir edən, stresə salan bütün hər şeyi kənara qoymağa çalışın. Samirə xanım, sizdən istəyəcəm sonda fikirlərinizi alaq, sonda sizdən də son sözlərinizi alaq, zəhmət olmasa mikrofon. Ay, nə gözəl, bu keçim deyil Samirə xanımın yanına, nə qəşəng hazırladınız Samirə xanım. Biraz vaxt çox tələb eləyir, ona görə də yəni ikisini hazırlaya bildim. Ay, çox gözəldir. Bir neçə dənə gül olur. Mikrofonumuz çox uzağa qoymayın. Sizin özünüz də incəsiniz, səsiniz də incədir. Bundan yəni vaxt
məhdud olduğuna görə, yəni tam hazırlayıb qutara bilmədim. Bundan bir neçə dənə olmalıdır, hardasa bir 5 dənə. Çox gözəldir. Daha sonra bu da qabıdır və dipçə yapıqları olacaq. Yəni tam hazırlayıb bitirə bilmədim. Həqiqətən çox dərin təşəkkürümüzü bildiririk. Sonda fikirləriniz varsa buyura bilərsiniz, sonda sözləriniz varsa buyura bilərsiniz. Yəni sizə təşəkkür edirəm ki, məni dəvət elədiniz. Gözünüz Mənim üçün çox xoş oldu, həqiqətən də yəni minnətdaram sizə. Çox dərin təşəkkürümüzü bildiririk. Hər zaman gəlin, gözümüzdə yeriniz var. İşlərinizdə uğurlar, dəyərli izləyicimiz. Bugün bizim dəyərli Samirə xanımla şəxsən tanış olduq. Buna görə dərin təşəkkür edirik Aydan xanıma və qeyd eləmək istəyirəm ki, əgər siz də yaşınızdan asılı olmayaraq gözəl bir işlər hazırlamaq istəyirsinizsə, dəyərli Samirə xanımın seminarlarına qatıla bilərsiniz və sözsüz ki, onlayn dərslər ala bilərsiniz. Xəyalə xanım, bizim dəyərli xanəndəmiz, çox dərin təşəkkür edirik sizə. İstəyəcəm gələsiz səhnəyə. Siz elə səhnədə sağollaşaq, sizin ifanızı səhnədə sağollaşaq proqramımızı. Elə necə ki, sizin ifanızla başlamışdıq, sizin ifanızla da yekunlaşdıraq inşallah. Bəli, elə mən bu mahnını da təqdim edeyim. Növbəti musiqimiz, mahnımız Aşıq musiqisi, Şirvan gözəlləməsi. Amma onun üzərinə yazılan sözün müəllifi mənəm. Çox dərin Ana yurdum təşəkkürümüzü Azərbaycan. Sonda fikirləriniz varsa buyurun mahnıdan əvvəl. Şad oldum, çox sağ olun, təşəkkür edirəm. Kanal rəhbərliyinə, sizlərə sonsuz təşəkkürümü bildirirəm. Bu sabah məni verilişinizə qonaq etdiniz və belə gözəl xanımlarla, o cümlədən sizinlə, gözəl, dəyərli, işgüzar xanımımızla tanış elədiniz və belə deyək, müsbət enerji aldım. Və izləyicilərimizə gözəl musiqilərimizi təqdim elədik. Mən arzu edirəm ki, izləyicilərimiz çox sağ olun. Hər zaman zövqlü musiqilər dinləsinlər və hər zaman ovqatları o qədər gözəl olsun ki, hər zaman musiqi dinləmək əhvalında olsunlar. Çox dərin təşəkkürümüzü bildiririk. Sonda ifanızla proqramımızı yavaş-yavaş Ana yurdum Azərbaycan. Ana yurdum Azərbaycan deyəcək bizim dəyərli xanəndəmiz Xəyalə xanım Abdullayeva. Bu günlük bu qədər. Özünüzdən və sağlamlığınızdan, enerjinizdən müğayət olun. Sabaha qədər. Xudahafiz.